2024-cü ildə Gucci-nin yaradıcı dizayneri olan Alessandro Michele'nin Valentino'ya yaradıcı dizayner olaraq getməsi xəbəri bizi şok etmişdirsə, 2025-ci ilin xəbəri isə daha da heyrətləndirici oldu. Demna Gvasalia bu dəfə Gucci-yə kreativ dizayner olaraq təyin edildi. Kimlərsə sevdi, amma çoxu isə nifrət etdi və bu Balenciaga deyil dedilər. Amma bu faktdır ki, Demna məhz həmin şəxsdir ki, Balenciaga brendini yenidən dirçəltdi və nömrə 1 brendlərdən biri etdi. Uşaqlıq illərində yaşadığı müharibə travmalarını biz onu nəinki geyim ideyalarında, eləcə də dəflələrində görəcəyik. İstərsə qar çovğunu, istərsə müharibə zonasını xatırladan palçıqlı dəfilər. Hamısı Demna idi. Və unutmayaq ki, Demna o şəxsdir ki, zibil selofanlarını $1760 satılmasını təmin etdi. Və bəli, Demna anti-fashion dizaynerlərindən biridir və çoxlu mesajlar ötürməyi çox yaxşı bacarır. Əslində, o brendin demək olar DNT-si ilə çox gözəl, arxivi ilə çox gözəl işləyir. Sadəcə olaraq arxivi bilmək və yaxşı analiz etmək lazımdır. Əsas sual isə budur. Bəs Demna Gucci-ni necə dəyişəcək və necə təsir edəcək? Bunu isə yalnız zaman göstərəcək. I wish you